HTML-də list nədir və səhifəmizə necə list əlavə eləyə bilərik, ona baxaq. List sözünün bizim dilimizdə tərcüməsi siyahı olaraq gedir. Biz bəzən səhifəmizə istifadəçilərin siyahısını əlavə etmək istəyə bilərik və yaxud linklərin siyahısını əlavə etmək istəyə bilərik. Və bunun üçün biz listlərdən istifadə edirik. Səhifəyə list əlavə eləmək üçün iki əsas geniş yayılmış üsul var. Bunlardan biri UL-dən istifadə eləməkdir və digəri də OL-dir. Bunların fərqi nədir? UL unordered list sözünün qısaltmasıdır və UL taqından istifadə edərək biz səhifəmizə nömrələnməmiş siyahı əlavə eləyə bilərik. Yəni bu siyahının elementləri nömrələnməyib. Amma ordered listdən istifadə edərək biz səhifəyə nömrələnmiş siyahı əlavə edə bilərik. Yəni bu səhifənin elementləri 1, 2, 3, 4 və bu şəkildə davam edərək avtomatik olaraq nömrələnir. Bununla bağlı nümunəyə baxaq. Əvvəlcə UL taqından başlayaq. UL taqı ilə biz listimizi yaradırıq və daha sonra onun içinə elementlər daxil etməliyik. Element daxil etmək üçün isə li taqından istifadə edirik. Nümunə olaraq bura item 1 yazıram, item 2 və bu da item 3 olsun. Sağ tərəfdə gördüyünüz kimi elementlər əlavə olunub və onların solunda belə bir qara dairə işarəsi qoyulub. Burada gördüyünüz kimi bütün elementlərin solunda eyni işarə var. Çünki bu səhifə nömrələnməyib. Və mən bura nə qədər element daha əlavə eləsəm, gördüyünüz kimi bu şəkildə eyni formada davam edir. Bu unordered listin nümunəsi idi və bir də ordered list əlavə eləyək. Yenə eyni şəkildə davam edir. Sadəcə olaraq çölündəki taq UL əvəzinə OL olur. Yenə burada item 1, 2 və 3. Burada isə gördüyünüz kimi elementlərin solunda nömrələnmə qoyulub. 1, 2, 3. Və biz bura nə qədər element əlavə eləsək, avtomatik olaraq digər nömrələr də bura əlavə olunacaq. Bəs iç-içə listlər necə yaradılır? Yəni bir listimiz var və bu listin elementinin içində başqa bir list var. Yəni alt elementləri var. Bunu necə eləyəcəyik? UL-dən başlayaq. Burada deyək ki, bizim item 1 var və item 1-in içində sub itemlar var. List, yəni li elementin içindən çıxmadan burada bir UL yaradırıq. Bu artıq birinci li elementinə aid olacaq bir alt siyahıdır. Və yenə eyni şəkildə davam edirik. Buraya yazıram sub item 1, 2, 3 və gördüyünüz kimi yeni bir alt siyahı əlavə olunub və bunun sonundakı işarə də dəyişilib. Item 2-ni deyək ki, olduğu kimi saxlamaq istəyirik və item 3-də də bizim cəmi bir alt elementimiz olsun. UL və li sub item 1 və bu şəkildə davam edir. Və nümunə olaraq buna bir alt siyahı da əlavə eləyək. Bu da olsun yenə UL və bunun içində li elementi. Burada test yazarıq, fərqlənsin deyə. Və görürsünüz ki, item 1-in içindəki sub item var və sub item 2-nin içində də test adında başqa bir sub itemimiz var. Və bu iç-içə belə istədiyimiz qədər davam edə bilər. Bundan başqa mütləq deyil ki, əgər bu unordered list isə bunun içindəkilər də unordered olmalıdır. Biz bunu dəyişib OL eləyə bilərik. Və gördüyünüz kimi sol tərəf, yəni itemlar, əsas item elementləri yenə də nömrələnməyib, amma onun içində OL istifadə elədiyimizə görə bu nömrələnmiş olur. Biz eyni şeyi burada OL ilə də eləyə bilərik. Qarışıq olmasın deyə mən bu hissəni silirəm. Və OL-in içinə deyək ki, bir unordered list əlavə etmək istəyirəm. Eyni şəkildə UL yazıram. Li və sub item və gördüyünüz kimi nömrələnməmiş bir siyahı əlavə olunmuş olur.